Dostlar, bu dərsdə risk idarə etməsi haqqında danışırıq. Risk idarə etməsi nədir və biz bunu necə başa düşə bilərik? Siqnallara girəndə nə cür girək ki, bizim balansımıza uyğun olsun və s. Bütün mövzular haqqında bu dərsdə danışacağam və lotları necə hesablamaq lazımdır. Hamının, heç kimin balansını mən dəqiq bilmədiyimə görə heç birinizə də dəqiq deyənmərəm ki, neçə lot açın, neyin. Bunu özünüz hesablamalısınız. Hansı ki, burada verəcəyim düsturla. İndi isə gəlin birinci bu qrafikdəki bu pip-stat məsələlərini başa düşməyə çalışaq. Bu dəqiqə hal-hazırda qiymət, deyək ki, qızılın qiyməti 4072 dollardır. Əgər bu 4072 dollar qalxarsa, 73 olarsa, deməli 1 dollar bahalaşmış olar. 1 dollar bahalaşmış olsa, biz buna nə deyirik? Baxın, 1 dollar bahalaşmış olsa, bu 10 pips qalxmış olar. 1 dollar 10 pipsə bərabərdir. Okay? Bunu bilin. Məsələn, 4072-dən 4073-ə qalxsa, 4072 deyək ki, buradır. Əgər bu qalxsa 4073-ə bura qədər qalxmış olsa, deməli bu 1 dollar bahalaşmış olar və 10 pips bahalaşmış sayılır da. Yəni 72-dən 73-ə 10 pips sayılır. Amma adətən biz siqnalı 72-dən girəndə biz deyirik ki, biz bunu 82-yə qədər gözləyəcəyik ki, 100 pips qazanaq. Okay? 100 pips. Bu nə qədər edir burada? Baxın, bu buradan əgər qalxarsa yuxarı, bu gəlib bura çatanda 100 pipsə bərabər olar. Bərabərdir 100 pips. Okay, belə. İndi isə bunu lotda necə hesablamaq olar, necə hesablaya bilərik, sizə onu izah edəcəm. Məsələn, biz telefonda gördüyünüz kimi o MetaTrader'də orta hissədə buy ilə sell ortasında yerləşən o lot size yeri ki var. Orada yəni o lotun ölçüsünü siz özünüz seçirsiniz. Məsələn, əgər bu 001, əgər siz buradan buy açmış olsanız 72-dən 001-lə, əgər bu 81-ə qədər gəlsə, 81, 72, 82-yə qədər. Çünki 72-dən açırsınız. 72-dən 82-yə qədər əgər bu 001-lə əməliyyat açılmış olsanız və gözləmiş olsanız, onun bir dənəsi 10 dollara bərabərdir. Okay, və buradan bir dənə 001 açsanız, bura qədər qalxsa 10 dollar qazanmış olacaqsınız. 001-dən açmış olsanız 100 dollar qazanmış olacaqsınız. Amma 1-lə açsanız 1000 dollara bərabər olacaq. Okay. Bunu baxın, bunu bura qoyuram. Bunu dəftərinizə yazın və əzbərləyin ki, biləsiniz, yadınızda qalsın həmişə. Gəlin bir də təkrar üstündən keçək. Deməli, əgər 4071 olarsa, 1 dollar bahalaşmış olarsa, bu 10 pipsə bərabərdir. 1 dollar əgər qiymət dəyişirsə, bu 10 pipsdir. Və biz əgər əməliyyat açdığımız yerdən qiymət 100 dollar, yəni 10 dollar yuxarı qalxarsa, bu 100 pips bərabər deməkdir. Yəni 10 dollar qalxarsa, gəlin bir dənə buradan bunu da yazım. Əgər 10 dollar qalxarsa, bu 100 pipsə bərabərdir. Hansı ki biz çox günlər bunun üçün çalışırıq ki, yəni biz 10 dollar qalxış tutaq və 100 pipsə bərabər olsun ki, normal qazanaq. 10 dollar qalxış 100 pipsə bərabərdir. 1 dollar qalxış 10 pipsə bərabərdir. Əgər biz 001 lotla əməliyyat açsaq və 100 pipsi gözləsək, bir dənə açdığımız bu 001 əməliyyatı 10 dollar bizə pul qazandıracaq. 0,1-dən açsaq 100 dollar qazandıracaq, 1-dən açsaq 1000 dollar. Amma əgər 1 dollar, bunun eyni cürünü 1 dollar üçün eləmiş olsaq, gəlin bir dənə də bunu kopyalayaq. Amma əgər 1 dollar olsa, o zaman 0,01-lə açdığımız bizə 1 dollar qazandıracaq, 0,1-lə qazandığımız bizə 10 dollar, 1-lə açdığımız isə 100 dollar qazandıracaq. Əgər bu 1 dollar 10 pips qalxar. Məsələn, hal-hazırda deyək ki, qiymət neçədir? 70-dədir. Məsələn, qiymət buradadır, düzdür, 70-dədir. Əgər bu 70-dən cəmi 1 dollar bu qədər yuxarı qalxsa, 0,1-lə açdığımız bizə 1 dollar qazandıracaq. 0,1-lə açdığımız 10 dollar, 1-lə açdığımız isə 100 dollar qazandıracaq. Amma əgər biz onu açıb gözləsək 10 dollar qalxışını, yəni 82-yə qədər, hansı 82-yə 70-ə düşüb də qiymət. Əgər 70-də açıb biz 0,1-lə gözləsək 10 dollar bizə qazanc verəcək. Əgər 0,1-lə açsaq gözləsək 100 dollar, 1-lə açsaq 1000 dollar. Belə bizə qazanc verəcək. İndi isə biz gələn siqnalları nə cür dəyərləndirməliyik, onun haqqında danışmalıyıq. Bunu zəhmət olmasa screenshot eləyin, yəni inseleyin. Mən indi bunu buradan çünki təmizləyəcəm. Deməli belə, mən sizin üçün siqnal verirəm. Tutaq ki, siz indi qrupda görürsünüz də, siqnal sizdə bu şəkildə olur. Gəlin buraya yazım. Məsələn, gold sell edin, məsələn, deyək.
Özdə bu qırmızı rəngdə verirəm. Sell olanda həmişə qırmızı ilə yazıram. Gold sell edin deyə yazmışam və aralığı sizə vermişəm 70-74, okey. 4070 qiymət 4071-dir hətta. Gəlanda 4071-dən verim. 4071, 4075 giriş nöqtələrdir. Giriş. Tepəni verirəm, məsələn, əgər sell demişəmsə, bu qiymət burada qalxacaq demək deyil, sell düşmək deməkdir. Okay, bax, buy desəm, qiymət yuxarı qalxır, sell desəm, qiymət aşağı düşür. Bunu deyim, yeni gələnlər bilsin. İndi isə bu siqnalı necə dəyərləndirə bilərsiniz, onu deyim sizə. Tepəni də deyək ki, qoyuram haradasa 30 pips aşağı, 4068-ə. Stop loss'u da qoyuram. Bundan hər zaman 7 dollar yuxarı qoyuram. 4071-dən 4078-ə qədər. Okay. Stop loss. İndi burada vəziyyət necə olacaq? Biz buradan hardan girişlər eləyəcəyik? Baxın, buradan indi qoyub buradan belə şeylərlə eləyim. Horizontal reylərlə. Baxın, 4071 buradır. Bizim ilk giriş nöqtəmizdir. 4072 bizim ikinci girişimizdir. 4073 bizim üçüncü girişimizdir. 4074 dördüncü girişimizdir. 4075 də beşinci girişimizdir. Bunları düzəltmək lazım təzədən. 74, bu da 75. Biz bunların hər birindən girişlər eləyəcəyik burada. Məsələn, sell eləyəcəyik ki, hər dəfə buradan, məsələn, bu qiymət qalxdıqca buradan da sell eləyirik, buradan da sell eləyirik, buradan da. Bu 5 nöqtənin hər birindən sell eləyəcəyik ki, bu gəlib TP 4068-ə çatanda, hansı ki, mən indi onu bura qoyum 68-ə də, biz elə bir ki, oralardan sell eləyəcəyik və bura qədər gəlməyini gözləyəcəyik. Bunu da rəngini dəyişim ki, bilin ki, bu TP nöqtəsi. TP-ni yaşlı rəngdə qoyacağım. Stop loss'u isə 4078-dən qoyacağım. Stop loss isə burada. Hansı ki, bu ATH qiymətidir. Bu bura gəlib çatsa, deməli, sellik bir şey yoxdur. Bunun da bir qırmızı rəngdə eləyək. Okay. Deməli, burada indi biz girişlərimizi necə eləyəcəyik? Girişlərimiz bir də burada bu şəkildə olacaq. Məsələn, bizim balansımız deyək ki, 1000 dollar pulumuz var. Biz balansımızın hər zaman 5%-ni risk eləməliyik, 5%-ni. Məsələn, mən 1000 dollar balansım varsa, mən bu 1000 dolların hamısını risk eləyə bilmərəm. Ancaq bunun 5%-ni bir siqnalda risk eləyə bilərəm. Bunun da 5% gəlir eləyir 50 dollar. Mən 50 dolları bu siqnalda necə risk eləməliyəm ki, mənim 1000 dollarımdan cəmi cümlətanı 50 dollar ziyan olsun. Ya da qazanc eləyəcəmsə də ki, ən azı 5% qazanc eləyim. Bunu indi hesablamaq lazımdır. Bunu hesablayanda bu cür, bu qaydada hesablanır. Məsələn, 4071-in qiymətindən biz birinci balansımızı bilməliyik də. Bizim balansımız nə qədərdir? Bizim balansımız 1000 dollardır da, elə danışdıq. Bizim balansımız 1000 dollardır. 1000 dollar. Biz də bunun rəngini dəyişək, biraz fərqli olsun. 1000 dollar balansımız var. Balans 1000 dollar. Və bizim stop lossumuz bizim ilk giriş nöqtəmizdən 7 dollar yuxarıdadır. Bu o deməkdir ki, biz ilk dəfədə, məsələn, bu əməliyyata girəndə ziyan eləsə 7 dollarlıq ziyanımız olacaq. Ancaq biz bu 7 dolları necə hesablaya bilərik? Məsələn, birinci biz fikirləşməliyik ki, bizim balansımızdan biz neçə faiz risk eləyirik. Məsələn, 1000 dollarımızın neçə faizini risk eləyəcəyik. Adam var deyir ki, qardaş 5% mənim üçün azdır risk üçün. Mən istəyirəm 10% risk eləyim. Amma bilmirəm lotumu necə ayarlayım. Adam var deyir 5%-imi risk eləmək istəyirəm. Adam var deyir 1%-imi risk eləmək istəyirəm. Buna görə siz özünüz öz riskinizi özünüz təyin eləməlisiniz ki, məsələn, mən nəyə hazıram, mən hansı riski gözə ala bilirəm. Məsələn, 1000 dollarlıq balansda adam var deyir ki, qardaş, mən 50%-imi risk eləyirəm. O lap yuxarı səviyyədir də. Yəni adamın bilir ki, qıraqda pulu var, ona görə eləyirəm. Amma məsələn, kimsə bu işə başlayırsa, müəyyən bir balansı varsa və o balansı, yəni onun üçün çox vacib bir məbləğdirsə, o zaman faizini nə qədər aşağı eləsə, o qədər yaxşı olar. Məsələn, mənim üçün normal 5%-dir. Mən özüm belə 5%-ə işləyirəm. Yəni 5% mənim balansımda əgər itki oldusa, mən günümü saxlayıram da, artıq davam eləmirəm. Və yaxud da 5% qazanc elədimsə, mənim üçün o gün superdir, günümü bağlayıram.
Biz fikirləşirik ki, məsələn biz balansımızın 1000 dollarının neçə faizini risk edəcəyik. Məsələn mən deyək ki, 5 faizini risk edirəm. Biz pulumuzun faizini necə tapırıq da? Məsələn balansımızın 5 faizi nə qədər eləyir? Adətən bunu hesablamaq asandır da. 1000-i bölürük 100-ə, vururuq 5-ə. Eləyir 50 dollar. Bu deməkdir ki, mənim 1000 dollarımın 5 faizi 50 dollara bərabərdir. Okay? 50 dollar bölünsün. Bu mənim nəyimdir? Bu mənim balansımın 5 faizi. Balansımın 5 faizi. Bərabərdə 50 dollar. Bəs mənim stop loss qiymətim neçədir? Məsələn 4071-dən giriş eləyirəmsə 4078-də stop eləyirəm, düzdür? Bu da eləyir bərabərdə mənim 7 dollarım eləyir. Stop loss qiymətim 7 dollar eləyir. Okay. Burada indi nə edirik? Mənim balansımın, yəni əsas balansımın buraya yazmalıyam, risk edəcəyim məbləğ. Mənim balansım 1000 dollardır. Bu 1000 dolların risk eləyəcəyim məbləği 5%, yəni 50 dollardır. Stop loss qiymətim isə 7 dollardır. İndi isə mən həmən bu 50 dollarımı bölməliyəm mənim stop loss qiymətimə ki, baxım ki, mən nə qədər lot aça bilərəm. Deyə böləndə, hardasa 47 eləyir. Yəni, bu o deməkdir ki, biz 7 dənə 001 aça bilərik. Ancaq, belə bir məsələ var. Biz 7 dənə 001-i ilk giriş nöqtəmizdən atsaq bizə 50 dollar ziyan verəcək. Yəni, biz ilk girişimiz haraydı? 71, düzdür. Biz buradan əgər götürüb 7 dənə 007 bassaq, stop loss'a çatanda biz 49, yəni 50 dollar ziyanda olacaq. Ancaq biz bu 7 dənəni belə bölə-bölə atsaq, buralardan bölə-bölə atsaq, biz o zaman 7 yox, harcı bir 14 dənə də aça bilərik. Necə? Gəlin hesablayaq. Uşaqlar, bunu ekranı yenə təmizləyirəm. Zəhmət olmasa siz bunları bir dənə köçürdün telefonunuza ya da deyən qoyun buraları yuxarıda bir yerə. İndi sizə layerləri izah edəcəm. Layer nədir? Baxın, bu xətlərin hər biri layerdir. Layer yəni, məsələn, hissə-hissədə, yəni nöqtə-nöqtə yuxarı qalxdıqca açmaq deməkdir. Yəni layer eləyin deyəndə o deməkdir ki, yəni buradan bir dənə buradan açdınız, 2 dənə buradan açsın, 3 dənə buradan açsın, 4 dənə buradan açsın, belə bu şəkildə, bu qaydada. İndi bizim giriş nöqtələrimiz haraydı? 4071, 4075 arası, düzdür? 4071, 4072, 4073, 4074 və 4075. Bunlar bizim eləyəcəyimiz girişlərdir. 4071-dən də sel eləyəcəyik, 72-dən də sel eləyəcəyik, 73-dən də, 74-dən də, 75-dən də. Okay? Və indi onu hesablamaq lazımdır ki, biz hər nöqtədən nə qədər giriş eləməliyik ki, yenə də stop loss'a gəlib çatanda bizim ziyanımız 50 dollardan yuxarı eləməsin. 12, 12, 24, bu da 15, 39, 39-un üstünə 6, 45, 45-in də üstünə 7, 52 dollar cəmi ziyan eləyəcəksiniz əgər bu layerləri bu şəkildə eləsəz. Başa düşdünüz? Bununla nə olur? Stop lossunuz cəmi 52 dollara bərabər olur. Amma əgər siz baxın görürsünüz, buradan əgər açmış olsaydıq bunu və gəlib burada bütün əməliyyatlar açılmış olacaqdı və beləliklə bu aşağı düşəcəkdi. Və gəlib bizim tepəmizdə də az qalmışıq, birazdan tepəmizdə dəyə bilər. Əgər biz bu əməliyyatda ziyan eləmiş olsaydıq, bu qiymət aşağı düşməmiş olsaydı, əksinə 78-ə qalxmış olsaydı, cəmi 52 dollar ziyan eləmiş olacaqdıq. 1000 dollarımızdan 52 dollar əskilmiş olacaqdı. Amma indi bir dənə də qazanc tərəfində hesablayaq görək, qazansaq nə qədər qazana bilərdik. Qazansaq nə qədər qazana bilərdik, gəlin indi onu da baxaq. Gəlirik yenə eyni qayda ilə bunların hər birini götürürük. Belə, bu şəkildə. Kopyaladıq. Gəlirik bura qoyuruq. Bunların da şəklinə bir dənə yaşıl eləyim. Burada, əgər biz burada ziyan yox, qazanc eləmiş olsaydıq, yəni məsələn bu gəlib 68-ə dəyəsi olsa, o zaman biz 4071-dən açdığımızdan, bir dənə açdığımıza görə 68-ə tərəf 3 dollar eləyir. Biz buradan cəmi 3 dollar pul qazanacağıq. 4072-dən bir dənə açdığımızdan 4 dollar qazanmış olacaq.
4073-dən 3 dənə astığımıza görə buradan da 15 dollar qazanmış olacağıq. 4074-dən 3 dənə açsaq əgər, buradan 3 dənə açmış olsaq əgər, 6 dollar arasında fərq eləyir. O da 18 dollar qazanc deməkdir. Və 4075-dən 4 dənə açmış olsaq, buradan yəni 4 dənə açmış olsaq, arasında olan da yenə 7 dollar fərq eləyir və 7 dollarla 4 dəfə 28 dollar eləyir. 28 dollar. Bunların cəbhə cəmini hesablayanda işte budur. 22 dollar, bu da 40 dollar, 68 dollar da qazanc burada eləyəcəydik, əgər qazanc eləmiş olsaydıq. Əlbəttə ki, biz burada indi mən ən aşağısını hesablayıram qazancımızı. Çünki məsələn stop lossu 7 dollar yuxarı qoymuşam, amma qazancı 3 dollar aşağı qoymuşam. Bu o deməkdir ki, biz qazanc eləmək faizimiz daha çox realdır da. Çünki biri var ki, bunun 7 dollar yuxarı qalxsın, biri var ki, cəmi 3 dollar aşağı düşsün. Biz daha çox qazanc eləyə bilərik. Əlbəttə ki, trendimizə uyğun gediriksə. Və belə bir məsələ var. Biz gözlüyüm bunu da bir dənə yazım xeyrini. Qazanc bilmirəm nə qədər hesabladım. Deyəsən 68 dollar. Siz bir dənə hesablayım. 7, 22, 40, 68 dollar eləyir. 68 dollar eləyir. Deməli biz burada 68-də gələndə bu qiymət təpəyə bura çatanda, baxın bura çatanda. Biz burada nə edirik? Biz bura çatanda ən pis nöqtələrimizi, yəni bax bunu 71-dən astığımızı bağlayırıq. 72-dən astığımızı bağlayırıq, 74-dən astığımızı bağlayırıq, 74-dən astığımızı bağladıq. Geridə qalan 75-dəki əməliyyatlarımız var, o 4 dənə. Bu 4 dənəni qoyuruq stop lossunu giriş nöqtəmizə. Məsələn, bu stop bizim ziyan eləmə şansımız yox. Bu stop lossu çəkirik baxın bura. Elə bunun qabağına. Beləliklə nə olur? Bu gəlir bura dəymədən, əgər bura dəymədən düşürsə aşağı və bizim tepe nöqtəmizdə. Bura haradır bizdə? Dəstəkdir, düzdür. Əgər bu dəstək qırıldısa, ondan sonra düşdüsə və bu bizə çox qəşəng qazanclar verməyə başlayır. Bu da bizim sayılır break even'ımız. Break even. Belə dostlar, hesablama bu şəkildədir, bu qaydadadır. Bilirəm, ilk başlarda çətin ola bilər, başa düşməyə bilərsiniz. Amma bir neçə dəfə öz balansınızı buna uyğun hesablayın. Hər şey çox rahat və uyğun olacaq sizin üçün. Və siz bir çoxlarınız əməliyyat eləyəndə fikirləşmirsiniz ki, məsələn, ayda birdən girdim, çox itirdim, çox azaltdım. Amma sən əgər planlı şəkildə, strategiya ilə, qayda ilə girsən, emosional trade eləməyəcəksən. Sən biləcəksən ki, məsələn, qazansam nə qədər qazanacağam, itirsəm nə qədər itirəcəm və beləliklə sən özünü trade zamanı normal apara biləcəksən. Tələsməyəcəksən, ay tez bağlayım, ay tez çıxım. Belə eləmək olmaz. Əvvəlcədən bilin, bu əməliyyata girəndə mən bu qədər itirəcəm, bunu göz alıram, girirəm. Bu əməliyyata girəndə mən bu qədər qazanacağam, bunu göz alıram, girirəm. Bu şəkildə, bu qaydada hər birini düzəldərək beyninizdə giriş eləyin və qazanc əldə eləyin. Lotlarınızı düzgün idarə eləyin ki, balansınızı, kapitalınızı itirməyəsiniz. Lotlarınızı düzgün idarə eləyin ki, trade zamanı emosional fikirlərə qapılmayasınız, tələsməyəsiniz. Lotlarınızı düzgün idarə eləyin ki, əgər bu səfər burada ziyan eləsəniz, gələn dəfəki girişlərinizdə bunların hər birini 2 qat eləyərək həmən bu ziyanınızı normal şəkildə qaytara biləsiniz. Belə dostlar, kiminsə nə sualı varsa bu videoda şərh bölməsinə mənə yazsın. Sonra sizin şərhdəki suallarınızı cavablayacağam ki, bundan sonra bu dərsə kim baxarsa, suallara baxaraq, yəni cavablara baxaraq özləri də öz suallarına cavab tapa bilsinlər. Hər kəsə uğurlar dostlar. Bir yerdəyik, bir yerdə qazanacağıq, bir yerdə irəliləyəcəyik. Hər birimizə, hamımıza uğurlar.